Geldiler. Gözde gelin. Gelsinler. Sen onu gel. Siz niye buraya kadar? Ne mecbur? Eve kadar müşahit edirsiniz. Ne mecbur? Ne mecbur? Ne mecbur? Ne mecbur? Ne mecbur? Ne mecbur? Hamile hanımlar toplamayın. Devam edin. Devam edin. Bu kendine var. Kim? Git. Bak görürsünüz da bugün dün aynı çəsiydi yadımdan çıxsın. Dün 6 may Tofiq Yaqubun növbəti məhkəmə prosesi idi. Daha doğrusu apellyasiya məhkəməsi idi. Və bugün Tofiq Yaqublu'nun apellyasiya verilən şikayətinə baxılacaqdı. Eyni zamanda vəkillərin ev tutaqlığıyla verdiyi şikayətə baxılacaqdı. Amma bugün hakim Zamin İbrahimov Tofiq Yaqublu'nun bugün 36-cı gündür ki aclıq eləyir. Amma buna baxmayaraq özü də gözünlə gördü. O kör gözlərinlə gördü ki, Tofiq Yaqublu hansı vəziyyətdə məhkəmə zalında oturmuşdu. Danışmağa belə heyi yox idi. Bununla belə, yəni hətta bu qanunla təsbit olunsa belə ki, humanist addım və bu qanunla təsbit olunsa belə, onunla belə Tofiq Yaqubluya qarşı anti-humanist qərar verdilər. Və növbəti məhkəmə prosesini güya bu açılış iclasıymış və nə ev tutaqlığını təmin elədi. Növbəti məhkəmə prosesini də 20 maya keçirdi. Baxın, sonra deyirlər ki, bu ölkədə ölkədə siyasi məhbus yoxdur, heç kim siyasi motivlərə görə həbs olunmur. Amma indi bugünkü məhkəmə belə onu göstərdi ki, Tofiq Yaqublu sırf siyasi motivlərlə həbs olunub, sırf İlham Əliyevin sifarişinlə, göstərişinlə həbs olunub. Dəfələrlə deyirəm, dəfələrlə qeyd eləmişəm ki, Tofiq Yaqubluya qarşı bu addım onu göstərir ki, Tofiq Yaqublu'nun ölümünə fərman verilib. Çünki nə həkimini buraxırlar yanına, nə məhkəmədə ev tutaqlığına buraxdılar. Və Tofiq Yaqublu'nun bundan sonraki həyatı sual altındadır və özü də keçən dəfə bu bazar görüşəndə, keçən bazar özü dedi ki, böyük ehtimalla mən baza gələn görüşə mən sağ çıxmayacağım. Mənim atamı isə bizim gözümüzün qarşısında diri-diri öldürürlər. Vəziyyəti necə idi? Vəziyyəti çox pis, çox arıqlayıb, halı yoxdur. Onsuz da məhkəmə işçiləri, ərgəni işçiləri qolundan tutup da gətirib bir tər oturtdular o. Solda bir tər oturtdular, danışa bilmir, səsi çıxmırdı ki, zalda heç kim onun səsini eşidə bilmirlər. Bu boyda texnologiyanın inkişaf elədiyi vaxtda bir dənə mikrofon qoya bilmədilər ki, Tofiq Yaqublu danışanda onun səsi eşidilsin. Onu belə təmin eləmədilər, çünki Tofiq Yaqublu ümumiyyətlə səsini kəsmək istəyirlər. İstəmirlər ki, Tofiq Yaqublu nəsə danışsın, eləsin. Bunun başqa adı yoxdur. Bunun bir adı var ki, Tofiq Yaqublu'nu öldürürlər. Başqa adı yoxdur. Və mənim atam bu evlərin sonuna sağ çıxmayacaq. Həkimini buraxın bari. Bundan artıq mən nə deyim? Həkimini buraxın. Həkimini niyə buraxmırsınız? Nə oldu birdən-birə? Sonra da utanmadan çıxıb deyirlər ki, bizim ölkədə siyasi məhbus yoxdur. Kim deyirsə yalan deyir. Gözünüz çıxsın, gəlin görün də bu ölkədə necə siyasi məhbus olur. Deməklə deyirlər, 1000 dəfə deyirsiniz, bir dəfə gəlin görün. Bax, gələcək, bax, bu günlər bizə yaşadanların əminəm ki, adım kimi, ola bilsə mən o günü görməyim, amma əminəm ki, onlar bu qanun qarşısında cavab verəcəklər. Bugün mənim yaşadıqlarımı eynən onların ailəsi yaşayacaq, amma utanç hissindən yaşayacaqlar. Ləyəqətsizcəsinə yaşayacaqlar bu hissləri. Ata o vəziyyətdə belə yenə optimistliyini itirməyib və məhkəmə zalına gələn insanlara şüar olaraq yazıb ki, siz mənim ürəyimsiniz. O bilir ki, ona necə dəstək var, cəmiyyətin ona necə dəstəyi var. Bugünkü polisin bu qoşunun gəlməyi onu göstərir ki, onlar narahatdır Tofiq Yaqubluya olan dəstəkdən, xalqın ona olan sevgisindən çox narahatdır. Həqiqətən Tofiq Yaqublu cinayətkar insan, niyə narahat olurdunuz? Niyə bu qədər polis tökmüsünüz? Niyə qoymuşsunuz insanlar orada toplaşsın? Niyə narahatsınız? Bu hamısı onu göstərir ki, onlar çox narahatdılar, çox narahatdılar. Tofiq Yaqubluya, İlham Əliyevin Tofiq Yaqubluya münasibəti eynən Qarabağa olan münasibətidir. Səngərdə öldürə bilmədikləri, düşməni öldürə bilmədiyi Tofiq Yaqublunu bugün İlham Əliyev onu qazanmaqda, onu ölüm acına vadar etməklə öldürür. Oldu Ziyar xanım, çox sağ ol, səhhətini qoru.